Davam edən müəllimlər, təhsil müəssisələrinin tipləri və növləri. Burada bir dənə bəzi hissələrə bir daha toxunum. Təhsil formaları hansı oldu? Formal müəllimlər, qeyri-formal və informal. Buralara diqqətli olur. Bunlar təhsilin formalarıdır. Və formal təhsilin formasını müəllimlər, yəni hansı formada olacağını müvafiq icra hakimiyyət orqanı qeyd edir. Təhsil almalar hansı oldu? Əyani, qiyabi, distant və sərbəst. Bunlara da diqqətli oluruq. Bunlar da dedik ki, nə oldu? Bunlar da təhsil alma forması. Müəllimlər, bir də diqqətli olun, evdə və fərdi təhsilin özü də təhsil alma formasıdır. Bunları unutmaq olmaz. Və zəruri hal olsa, müvafiq icra hakimiyyət orqanı hər hansı bir texnologiyadan istifadə eləməklə digər təhsil alma forması istifadə edə bilər. Yəni, ancaq bunlardan istifadə edəcək deyə bir şey yoxdur bu 5-dən 4 dənədən. Diqqətli olun. Yəni, ola bilər evdə təhsil olsun, ola bilər fərdi təhsil olsun, ola bilər digər formada istifadə edə bilər. Biz bayaq da dedik ki, dövlət təhsil standartına uyğun olaraq təhsil proqramımız, təhsilimizin məzmununu, bir də mənimsənməsi qaydasına, yəni hansı formada mənimsəyəcək onu öyrədir. Mülkiyyətinə görə dövlət, bələdiyyə, özələ bölünür. Bunu bayaq qeyd elədik və dövlət təhsil müəssisəsi mənfəət güdə bilməz. Bunu unutmaq olmaz. İndi gedək təhsil müəssisəsinin tiplərinə. Görək məktəbə qədər təhsil müəssisələrinə nələr aiddir, unutmaq olmaz müəllimlər. Məktəbə qədər təhsil müəssisələrinə unutmayın, diqqətli olun. Məktəbə qədər təhsil müəssisələrinə müəllimlər, misal üçün bağçalardır, körpələr evidir, körpələr evi uşaq bağçalarıdır, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblərdir. Yəni, məktəblər deyəndə məktəbə qədər nəzərdə tutur. Ola bilər, sağlamlıq imkanları məhdud olan ümumi təhsildə də var. Amma məktəbə qədər sistemə daxil olduğuna görə bu məktəbə qədər deyirik. Baxaq görək müəllimlər, ümumi təhsil müəssisəsinə hansı daxildir? Bir ibtidai, ümumi orta, tam orta ümumi təhsil müəssisələri, lisey, gimnaziyalar, inteqrasiya tipli, xüsusi təyinatlı məktəblər, yəni hamısı internat tipli məktəblərin özləri də ümumi təhsil müəssisəsi gedir müəllimlər. Bunu unutmaq olmaz. Sanator tipli məktəblərin özləri belə ümumi təhsil müəssisəsi gedir. Bunu heç vaxt qatmayın. Amma misal üçün körpələr evi olsun, körpələr evi uşaq bağçası olsun, bunların hamısı dedik ki, hansı məktəbdir? Məktəbə qədər. Baxın, burada da sağlamlıq imkanları məhdud var, amma məktəbə qədər məktəbdir. Amma burada sağlamlıq imkanları məhdud şəxslərlə bağlı sanator ola bilər, hər hansı bir evdə fərdi təhsil olsun, onlar hamısı ümumi təhsilə aiddir. Onsuz da evdə təhsillə fərdi təhsil ümumi təhsil müəssisəsinə aiddir. Sonra müəllimlər, məktəbdən kənar təhsil müəssisələri. Adına baxırıq, məktəbdən kənardır. Bir, yaradıcılıq inkişaf mərkəzləri, diqqətli oluruq, ekologiya, turizm mərkəzləri, idman, şahmat mərkəzləri, yəni bunlara diqqətli olun, bunlar məktəbdən kənardır. Sonra peşə ixtisası təhsil müəssisələrində peşə məktəbləri olsun, peşə liseyləri olsun, hər hansı bir peşə tədris mərkəzləri olsun ki, bu da peşə təhsil ixtisas müəssisələrinə aiddir. Məktəbdən kənara aiddir idman, yaradıcılıq mərkəzləri, diqqətli olun, şahmat mərkəzləri, ekologiya, turizm mərkəzi. Adi ümumi təhsil müəssisəsinə aiddir. Bizim dərs dediyimiz ümumi təhsil məktəblər, liseylər, gimnaziyalar, sanator tipli məktəblər. Sonra orta ixtisas müəssisələrinə biz bilirik kolleclər daxildir. Ali təhsil müəllimlərin ən çox qatdığı ali ilə əlavədir. Müəllimlər, ali təhsildə də ikisində də universitet var, fikir verirsiniz, ikisində də institut var. Əlavə olduğuna görə əlavə təhsil müəssisəsində mərkəz deyirik. Amma ali təhsildə akademiya deyirik. Bax, nümunə. Biz akademiya nə deyirik? Deyir, akademiya nəzəri, metodoloji və elmi tədqiqat iş aparan ali təhsil müəssisəsinə deyirik? Akademiya. Görürsünüz, ali təhsil müəssisəsi idi ona görə. Ona görə akademiya alidir. Mərkəz sözünü görəndə əlavə təhsil müəssisəsi götürürük. Və müəllimlərin ən çox qatdığı yerlərdən biri. Müəllimlər, uşaq musiqi məktəbləri, incəsənət məktəbləri, rəssamlıq bunlar təhsillə məşğuldur, amma digər müəssisələr gedir, unutmaq olmaz. Təhsillə məşğul olan hansı məktəblər? Digər müəssisələr gedir. Təhsillə məşğul olan digər müəssisələr. Dedik ki, məktəbə qədər təhsilə nələr aiddir? Körpələr evi uşaq bağçası, sanator tipli məktəbə qədər, sağlam imkanları məhdudlar üçün məktəbə qədər, hamısında məktəbə qədər söz olmalıdır. Sonra adi ümumi təhsil məktəbinə nə gedir? Bizim ümumi təhsil məktəblər istəyir ibtidaisi olsun, istəyir ümumi orta, istəyir tam ortası olsun, lisey, gimnaziyalar, inteqrasiya tipli məktəblər, liseylər, gimnaziyalar, sanator tipli ümumi təhsil məktəbləri, internat məktəbləri, hamısı ümumi təhsil müəssisəsidir. Məktəbdən kənara nə gedir müəllim? Yaradıcılıq inkişaf mərkəzləri, idman şahmat mərkəzləri, ekologiya, turizm mərkəzləri və peşə ilə nə gedəcək? Elə müəllim, peşə məktəbləri, peşə liseyləri, peşə kompleksləri də ona gedəcək. Kolleclər adı nə oldu? Orta ixtisas. Amma yaxşı diqqətli olun. Ali təhsilə nə daxil olacaq? Universitet,
institut, akademiya. Bəs əlavəyə universitet, institut, mərkəz. Bunu da unutmaq olmaz. Təhsillə məşğul olan digər müəssisələr deyəndə musiqi, incəsənət və rəssamlıq məktəbləri. İndi keçirik digər hissələrə. Diqqətli olun müəllimlər, buralar bizim üçün ən vacib. Mən sizə neçənci maddəyə kimi vermişdim? 20-ci maddəyə kimi dedim, soruşacağam səhvələrimizsə, 20-ci maddəyə kimi sizdən yəni izah edəcəm. Baxın müəllimlər, indi keçək əsas hissəyə. Ümumiyyətlə təhsil müəssisələrində təhsil müəllimlər 2 cür həyata keçirir. Bir dövlət hesabına, bir də ki bilirsiniz ki ödənişdir. Neçə cür olur? 2 cür. Dövlət hesabına və ödənişdir. Xüsusi təyinatlı, məsələn, polis olsun, hərbi olsun, dövlət təhlükəsizliyi bu müəssisələr amma dövlət hesabına olur. Ancaq dövlət ödəyir bunun pulunu. Dedik ki, dövlət təhsil müəssisələri neçə cür həyata keçirilir? 2 cür. Dövlət və ödənişli. Ancaq xüsusi təyinatlı təhsil müəssisələri bir də qeyd elədik ki, yəni bunlar içərisində hərbi, dövlət, yəni bunların hamısı dövlət hesabınadır. Müəllimlərin ən çox qatdığı yerlərdən biri. Müəllimlər bütün təhsil müəssisələrində ali, orta ixtisas, peşə hamısında geyim formaları özlərinin nizamnaməsi ilə müəyyən olur. Nümunə, biz qeyd eləmişdik ki, yadımıza gəlir ki, bir dəfə yadımıza gəlir, Gəncə Dövlət Universitetində də, universitetin birində rektor var idi, qadın rektor. Deyirdi ki, yox, biz hicabı qoymuruq, çünki bizim nizamnaməmiz icazə vermir. Yəni, bütün təhsil müəssisələri, əslində konstitusiyanı pozmuş da orada. Yəni, bütün təhsil müəssisələri diqqətli olun müəllimlər. Öz nizamnaməsi ilə müəyyən edir geyim qaydaları. Ancaq dövlət ümumi təhsil məktəbləri istisnada. Bax, bizim məktəblər, sizin dəstəklədiyiniz məktəblər, onların geyim qaydaları ümumi təhsil haqqında qanunla müəyyən olunur. Ümumi təhsil haqqında. Ancaq bütün təhsil müəssisələri, misal üçün ali, peşə, orta ixtisas, bizim ümumi təhsil məktəbləri çıxırıq. Onlar ancaq öz nizamnaməsi ilə müəyyən olunur. Və bizim dərs dediyimiz ümumi təhsil müəssisələri bəs nə ilə müəyyən olunur? Onu qeyd elədim, ümumi təhsil haqqında qanunla. Bundan başqa bütün təhsil müəssisələri nə ilə müəyyən olacaq? Müəllim, onların öz nizamnaməsi ilə. Sonra təhsil müəssisələrinin dini qurumların icazəsinə yol verilmir və diqqətli oluruq. Ən vacib xüsusiyyətlərdən biri müəllimlər, diqqətli olun, zəhmət olmasa. Ali təhsil müəssisələrinin muxtariyyəti var müəllim. Baxın, çox lazımlıdır. Ali təhsilin bir dənə muxtariyyəti var. Yəni, istədiyi dərsin yerini dəyişə bilirlər. İstədiyi dərsi çıxarıb o birisi dərsi əlavə edə bilirlər. Ancaq siz ümumi təhsil məktəblərində Azərbaycan dilinə çıxıb istədiyiniz fənni əlavə edə bilməzsiniz. Riyaziyyatı çıxardıb, tarixi çıxardıb istədiyiniz fənni əlavə edə bilməzsiniz. Bir dənə ali təhsildə o muxtariyyət hüququ var. Diqqətli olun. Hansı təhsil pilləsindədir ki, o hüquq var ki, muxtariyyət hüququ? Dedik ki, ali təhsildə. Və diqqətli olun. Dedik ki, ümumiyyətcə, muxtariyyət hüququna malik təhsil müəssisəsi, yəni ali təhsil müəssisəsi, muxtariyyət hüququna məxsus olan təhsil müəssisəsi deyəndə ali təhsil müəssisəsində onlar hətta tədris, gördünüz bayaq mən dedim, istədiyi fənni çıxarır, salır, maliyyə təsərrüfat, yəni və digər fəaliyyəti sərbəst şəkildə idarə edir. Yəni diqqətli olun. Ali təhsil müəssisəsi məsəl üçün götürürlər öz deyək ki, fənlərin birini keçirdib, o birini keçirirlər, bu birisini keçirirlər, birinci kursda keçirirlər və s. Sonra keçək müəllimlər ən vacib yerlərdən biri. Diqqətli olursunuz, müəllimlər çox vacib olan hissələrdən biridir. Müəllimlər, diqqətli olun, zəhmət olmasa. Baxın, təhsil dedik ki, mülkiyyətinə görə təhsil müəssisələrində neçə bölmüşdür? Dövlət, bələdiyyə, özəl, düzdürmü? Bəli, müəllim. Bunlar, baxın, dövlət, bələdiyyə, özəl hamısının içərisindədir. Baxırıq ki, hansı şagirdlərdir, istənilən təhsil pilləsində ali təhsil olsun, orta ixtisası olsun, ya peşə olsun, bunların hamısında, bütün təhsil pilləsində, hamısında istənilən mülkiyyət formasında, dövlət, bələdiyyə, özəl olsun, hamısında pulsuz təhsil alanlar. İstənilən pillədə, istənilən mülkiyyət növünə görə olan müəssisələrdə pulsuz kimlərdir? Bir, valideyn himayəsini, yəni valideynini itirmişlər, ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, onların arasında olan şəxslər. 2, bizim qırmızı xəttlərimiz, şəhid ailəsi və 3, müharibə veteranı adı almış şəxslər. Kimlərdir ki, həm alidə, həm peşədə, həm kollecdə pulsuz təhsil alacaq hamısında valideyn itirmiş, şəhid ailəsi və müharibə veteranı almış şəxslər. Və indi diqqətli olaq müəllimlər. Dedik ki, yenə də dövlət olsun, bələdiyyə olsun, özəl olsun, mülkiyyətinə görə fərqi yoxdur. Ancaq 2 dənə ali və orta ixtisasda, müəllimlər, peşədə yox. Ali və orta ixtisasda görə pulsuz təhsil alanlar kimlərdir? Bax, yuxarıda qeyd elədiyimiz, hətta peşədə də pulsuz təhsil alır da, müəllimlər. Fikir verdiniz?
alidə də, orta ixtisasda da, peşədə də. Bunu diqqətli oluruq ha. Amma indi qeyd elədiyimiz yalnız ali təhsildə və kolleclərdə, orta ixtisasda təhsil alacaq. Və burada qızıl qayda hamısında 50-lik var ha. Fikir versəz biləcəksiniz. Yəni 50-lik dərəcəsinə görədir. Baxın, orqanizmin funksiyası 61-100% olanlar, diqqətli oluruq. Müharibə zamanı əlilliyi alanlar, görürsünüz hamısı əlildir müəllimlər. 18 yaşındakı əlilliyi müəyyən edilmiş şəxslər, yəni hansı uşağın 18 yaşına kimi əlilliyi varsa, o ali və orta ixtisasda pulsuz alacaq və peşə təhsil müəssisələrində təhsil alan əlilliyi olan şəxslər əgər sonradan ali təhsilə versələr, onlar ali təhsil və kolleclərdə ödənişsiz təhsil ala bilər. Məsəl üçün, yüksək texnikini oxuyur şagird. Biz deyək, peşə təhsil səviyyələri var. İlk, texniki, yüksək. Yüksək texnikini oxuyub bakalavr kimi vermək istəsə, əlilliyi olsa, o ödənişsiz şəkildə ali təhsildə yaxud da ki, orta ixtisasda, yəni kolleclərdə ödənişsiz şəkildə təhsil ala bilər. Dedik, hansılardır? Bütün hamısında pulsuz alır. Valideynini itirmiş, ya himayəsindən məhrum olan şəhid ailəsi və müharibə veteranları. Bəs kimlərdir ki, təkcə ali və orta ixtisasda təhsil alır? Orqanizm funksiyası 61-100% pozulmasına görə olan şəxslər, müharibə zamanı əlilliyi müəyyən olmuş və itkin düşmüş şəxslərin övladları, yəni övladı, yəni əlilliyin onsuz da özü, belə deyim də, yoxdur. Üçüncü, 18 yaşına çatmış əlilliyi müəyyən edilmiş şəxslər və 4 peşədə oxuyan, təhsil alan və əlilliyi olan şəxslər ödənişsiz təhsil alır. Bu isə ali və orta ixtisas, kolleclərdir. İndi baxırıq görək ki, müəllimlər. Bəs hansı şəxsdir ki, ancaq peşədə müəllimlər, hansında ancaq peşədə. Bayaq qeyd elədik ali, orta ixtisas, peşə. Sonradan qeyd elədik ki, bu əlilliyi olanlar ancaq ali və orta ixtisas. Bu isə ancaq peşədə. Baxaq. Birinci, həmin şəxsin 20 yaşına çatmamış olmalıdır. 1. Orqanizm funksiyası 81-100% əlilliyi olmalıdır. 2. Yəni valideynlərdən biri olan, yəni deyək ki, orqanizm funksiyasının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, yəni tutaq ki, mənim 19 yaşım var, tutaq ki, deyirəm də, izah üçün. Valideynim əlil olmalıdır və aylıq gəliri də minimum əmək haqqından aşağı olmalıdır. Yəni minimum əmək haqqı nə qədərdirsə, ondan aşağı olmalıdır. Məsələn, 400 manatsa 370, 360 bu qədər. Yəni bu 3 funksiyası olmalıdır. Belə bir şəxsdə çətin tapasınız. Yəni dedik ki, 20 yaşına çatmamış olmalıdır. Valideyni 81-100% əlilliyi olmalıdır. Həmin valideynin minimum əmək haqqından aşağı əmək haqqı almalıdır. Bu şəxs peşədə təhsil ala bilər. Bu 1. İkinci, köçürülmə zamanı ana bətnində uzaqlaşdırma olsun, hər hansı bir 18 yaşına dək yeniyetmələr, yəni hər hansı bir deyək ki, Çernobıl faciəsi olsun, hər hansı bir şüalanmaya məruz qalmış olsun, onun valideynlərindən biri olan uşaqlar. Burada 2 dənədir. 1. Dedik ki, köçürülmə günü ana bətnində olan uşaqlar, yəni uzaqlaşdırma, köçürülmə, hər hansı bir müharibə zamanı, hər hansı bir köçürülmə zamanı olan 18 yaşına dək yeniyetmələrin, yaxud da ki, dedik ki, Çernobılda iştirakçı olan valideynin övladları. Bunlar isə ancaq peşədə təhsil ala bilərlər, ödənişsizlər. Deməli, qısa konspekt, peşədə kimlər pulsuz təhsil ala bilər? 1. 20 yaşına çatmamış valideyni olmalıdır. Valideyn həmin valideyn. Uşağın özü 20 yaşına çatmamış olmalıdır. Valideyni 81-100% əlilliyi olmalıdır və həmin valideynin minimum haqqından aşağı olmalıdır. Bu 1. Bu birinci qayda. İkinci, köçürülmə zamanı ana bətni uzaqlaşdırma olmalıdır və 18 yaşına kimi yeniyetmələrin və üçüncü, Çernobılda yəni qəzaya məruz olmuş övladların uşaqları. Sonra keçirik digər hissələrə, buralara diqqətli oluruq müəllimlər. Deyək ki, dövlət təhsil müəssisələri, özəl təhsil müəssisələri fərqi yoxdur. Onlara kredit vermək, grantlar ayırmaq mümkündür, diqqətli olursunuz. Deməli müəllimlər, dedik ki, dövlət təhsil müəssisələri kreditlər vermək, grantlar ayırmaq, yəni güzəştlər tətbiq etmək imkanı var. Diqqətli olun müəllimlər. Biz təhsil müəssisəsini yaradıb ləğv eləsək, ancaq qanunvericiliklə ləğv eləyə bilər, yəni öz başına məktəb ləğv olunmur. Dedik ki, təhsil müəssisəsinin maddi-texniki bazası olsun, təhsil infrastrukturu olsun, dövlətin qoyduğu, yəni müvafiq icra hakimiyyətinin, təhsil nazirinin qoyduğu normativdən aşağı olmamalıdır. Yəni hər hansı bir müəssisə yaradırsa, özəllər olsun. Dövlətin qoyduğu maddi-texniki bazadan, infrastrukturdan aşağı olmamalıdır. Bunu da unutmaq olmaz, qızıl qayda kimi. Sonra müəllimlər, təhsil müəssisələri hüquqi şəxsdir, yəni fiziki şəxs deyil, bunu demişdik. Və onların öz bank hesabları və yəni öz hesabları olmalıdır, diqqətli olunlar. Və təhsil müəssisələri dedik ki, qanunvericilik çərçivəsində sərbəst olduğu sahələr hansıdır? 1. İnzibati və 2. Maliyyət təsərrüfatı. Nümunə, məsəl üçün sizin məktəb hər hansı bir idman zalını götürüb icarəyə verib oradan pul qazana bilər.
Buna da diqqətli olmaq lazımdır. Dedik ki, burada var təhsil müəssisəsinin maddi texniki bazası, infrastrukturu, Elm və Təhsil Nazirliyinin, yəni müvafiq icra hakimiyyətinin qoyduğu normadan aşağı olmamalıdır. Təhsil müəssisəsi hüquqi şəxsdir, unutmaq olmaz, öz bank hesabı olmalıdır. Onlar qrant ayıra bilər, hansı yarışlar, hər hansı bir kreditlər vermək hüququ mümkündür, yəni diqqətli olun. Sonra təhsil müəssisəsinin sərbəst olduğu sahə inzibati, yəni hər hansı bir idman meydançası zalı verə bilər və maliyyə təsərrüfat. Hər hansısa bir deyək ki, işlənməmiş malı satıb oradan pul qazana bilər. Bunda təsərrüfat sənədlərində keçirlər. Sonra təhsil müəssisəsi müəllimləri öz nizamnaməsinə uyğun olaraq xarici filiallar, xarici dövlətlərdə beynəlxalq müqavilələrə uyğun olaraq hər hansı bir filial aça bilər, hər hansı bir xarici məktəblər olsun, universitet onlara təşkilatlarına qəbul ola bilər, qanunvericilik çərçivəsində və təşkilatlara üzv ola bilər. Sonra ümumiyyətcə bütün ailə olsun, orta ixtisas təhsil müəssisələri olsun, təhsil müəssisələri olsun, yəni hamısı da, bunlar hamısı sistemə qoşulmalıdır, bilirsiniz. Ailə və orta ixtisas təhsil müəssisələrdən tələbə məzun elektron sisteminə qoşulmalıdır, TIM sisteminə, diqqətli olun, yəni bütün təhsil müəssisələri. Sonra və təhsil müəssisələrində psixoloji xidmət də olur, bilirsiniz və bu da psixoloji xidmətin qaydaları da ki, müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Sonra keçirik təhsil müəssisəsinin təsisçisi müəllimlərin yararlı yerlərindən biri. Müəllimlər, təhsil müəssisəsinin təsisçiləri, istər dövlət olsun, istər bələdiyyələr olsun, diqqətli olun. İstər hüquqi şəxslər olsun, xarici dövlətin hüquqi şəxslərə, istər Azərbaycan vətəndaşı olsun və istər də əcnəbi ola bilər. Kimlər ola bilər? Diqqətli olun. Təhsil müəssisələrinin təsisçiləri, dövlət, bələdiyyə, xarici dövlətin hüquqi şəxsləri, Azərbaycan vətəndaşları və vətəndaşlığı olmayan şəxslər ola bilər. 4 kateqoriyanı əzbərləmək lazım. Dövlət, bələdiyyə nümayəndələri 1-2, xarici dövlətin hüquqi şəxsləri 3, Azərbaycan vətəndaşı 4 və vətəndaşlığı olmayan şəxslər 5. Və əgər diqqətli olun, deyirik ki, təsisçisi, yəni yaradıcısı əcnəbi olsa, yaradıcısı vətəndaşlığı olmayan şəxs olsa, müəllimlər, burada yerli, yəni diqqətli olun, Azərbaycan Respublikasının vətəndaşları, yəni yerli kadrlar üstünlük təşkil eləməlidir. Yəni bizim öz kadrlarımız orada üstünlük təşkil eləməlidir, unutmaq olmaz. Əgər yerli kadr olmasa, hə, onda nisbəti dəyişə bilərsiniz. Ancaq mütləq şəkildə yerli kadr olmalıdır və diqqətli olun. Xüsusi təyinatlı, yəni xüsusi təyinatlı təhsil müəssisələrinin təhsil edilməsi qaydasını və onların siyasətində yenə də müvafiq icra hakimiyyəti orqanı müəyyən olunur və bunların hamısı belə deyim, nizamnamə ilə müəyyən olunur. Bir daha bura toxunaq müəllimlər, bir daha. Dedik ki, təhsil müəssisəsinin təsisçisi kimlər ola bilər? Dövlət, bələdiyyə, 1 dövlət, 2 bələdiyyələr, 3 xarici dövlətin hüquqi şəxsləri, 4 Azərbaycan vətəndaşı, 5 əcnəbilər. Diqqətli olun. Sonra təsisçisi əcnəbi vətəndaşlığı olmayan şəxs olsa, xarici hüquqi şəxs olsa, kimlər üstünlük təşkil etməlidir? Müəllimlər, yerli kadrlar. Yerli kadrlar əgər imkanı icazə verməsə, hə, onda nisbət dəyişə bilər. Xüsusi təyinatlı təhsil müəssisələrində kim müəyyən edir qaydasını, siyasını? Müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Və məktəblərdə diqqətli olun müəllimlər. Dövlət təhsil müəssisələri istisna. Məsələn, sizin məktəblər lisenziyasızdır. Diqqətli olun. Ümumi təhsil məktəbləri, bizim məktəblər lisenziyasızdır. Yəni müddətsizdir. Amma digər hər hansı bir təhsil müəssisəsinin məşğul olmasının özəl müəssisə olsun və digər müəssisə, əgər bir özəl məktəb açırsınızsa, onda lisenziya və icazələr haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq açılmalıdır həmin məktəb. Amma təhsil müəssisələrində diqqətli olun. Xüsusi razılıq lisenziya müddətsiz verilir. Bunu bayaq qeyd elədik. Amma xarici hüquqi şəxslərin, əcnəbilərin açdığı məktəblər isə dedik ki, dövlətlərarası müqavilə ilə, yəni lisenziyalar haqqında qərara uyğun olaraq müəyyəndir. Amma bizim məktəblərin təhsil müəssisələrində müddətsizdir, unutmaq olmaz. Sonra müəllimlər, təhsil müəssisələrinin akkreditasiyası biz dedik 5 il müddətində. Akkreditasiya nədir? Yəni ki, təhsil müəssisəsində ixtisas olsun, təhsil alanların sayı olsun, onların müddəti ilə bağlıdır ki, yəni dövlətin qoyduğu qaydalardır və unutmayın, müəllimlərin ən çox səhv elədiyi hissələrdən biri. Müəllimlər, təhsil müəssisəsinin akkreditasiyasına görə ödəniş ödənilir, dövlət rüsumu ödənilir, dövlət tərəfindən dövlət rüsumu ödənilir. Bunu diqqətli olur. Kvalifikasiyaya görə də xidmət haqqı ödənilir, diplomun tanınmasına görə. Sonra təhsil pillələrinə keçirik müəllimlər. Təhsil pillələri hansı olur? 1 məktəbə qədər. Burada məktəbə qədəri qeyd eləməmişik, bunu diqqətli olun. 1 məktəbə qədər, 2 ümumi təhsil, 3 peşə təhsili, 4 orta ixtisas, 5 ali təhsil. Bunlar ümumi təhsilin pillələridir. Diqqətli olun, ümumi təhsilin pillələridir. Və bu pillələrin hər birinin içərisinə girir. Elə bilin ki, bir ümumi təhsilin içərisində məktəbə hazırlıq yoxdur, onu qeyd eləməyiblər. Təhsil haqqında qanunda özümüz əlavə eləmişik yeni dərsliyimizdə. İbtidai, ümumi təhsil, tam orta təhsil. Yəni 4 səviyyəsi var. Məktəbə hazırlıq, ümumi təhsildən söhbət gedir. İbtidai, ümumi orta, tam orta. Peşənin səviyyələri hansılardır? Peşənin içərisinə girək baxaq. İlk, texniki, yüksək.
Orta ixtisasda yoxdur, bilirsiniz ki, ali təhsildə bakalavr, magistr, doktorantura, bu da təhsilin səviyyələridir. İndi gələk təhsil pillələrinə. Dedik ki, ümumiyyətcə müəllimlər təhsil pillələrində, baxın, istəyir məktəbə qədər olsun, ümumi təhsil olsun, peşə hamısında müəllimlər varislik prinsipi qorunur. Buna diqqətli olmaq lazımdır və məktəbə qədər çıxmaq şərti ilə diqqətli olun və ibtidai səviyyəni çıxırsa, ümumi təhsilin, onlardan başqa hamısı dövlət sənədi verir. Peşə dövlət sənədi verir, kollec dövlət sənədi verir, ali təhsil dövlət sənədi verir. Tam orta təhsil attestat verir 11-ci sinif, ümumi orta təhsil 9-cu sinif attestat verir. Hamısı dövlət sənədi verir. Bir dənə ibtidai vermir, amma bunu çıxırıq. Başa düşürsünüz, ibtidai vermir, bir də məktəbə qədər. Hansı təhsil pillə və səviyyəsidir ki, dedik, dövlət sənədi vermir, bir müəllim. İbtidaidir ki, dövlət sənədi vermir, bir də məktəbə qədər. Unutmaq olmaz. Sonra müəllimlər, diqqətli olun, ümumiyyətcə vətəndaşların peşə təhsili üzrə, yəni qeyri-formal, informal hazırlıqlarının qiymətləndirilməsini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bunu misal üçün peşə, asan xidmət mərkəzləri və peşə təlim müəssisələrində görürsünüz ki, təlimlər keçirilir. Hansı formada olur müəllimlər? O kurslar şəklində, yəni qeyri-formal və informal şəkildə olur. Və bu peşə təhsili üzrə informal və qeyri-formal olanda, necə olanda informal və qeyri-formal? O xidmət haqqı ödənilir və müvafiq icra hakimiyyəti ödəyir o xidmət haqqını. Yəni həmin şəxslər ödəmir. Müvafiq icra hakimiyyəti orqanı ödəyir həmin xidmət haqqını. Amma peşə təhsilinə gedib gələn şagirdlər var, adi qaydada məktəbə gedir. Onlar xidmət haqqı ödəmirlər, yəni bunlarla bağlı. Ancaq informal və qeyri-formal olduqda ödənilir. Bunu diqqətli oluruq. Sonra məktəbə qədər təhsilimiz diqqətli ol, təhsilin ilk pilləsidir, bayaq onu qeyd elədim. Erkən yaş dövrlərindən başlayır, sadə əmək bacarıqları öyrədir, 1-6 yaşı əhatə edir, 5 yaşlı uşaqların məktəbə hazırlığı zəruridir. Bu, diqqətli olun. Bunu məktəbə qədər təhsilə qatıblar, amma ona yəni aidiyyəti yoxdur. Sonra diqqətli olun müəllimlər. Məktəbə qədər təhsil harda keçirilə bilər? Çox maraqlı sual. 1. Məktəbə qədər təhsil müəssisələrinin özündə. Təhsil müəssisələrinin strukturlarında, məktəbin içərisində ola bilər məktəbə qədər keçsinlər, struktur icazə verirsə və ya hər hansı bir ailədə həyata keçirilə bilər. Dedik, məktəbə qədər harada keçirilə bilər? 1. Məktəbə qədər təhsil müəssisəsində, 2. Təhsil müəssisəsinin müvafiq strukturunda, 3 isə ailədə həyata keçirilə bilər. Və sonra keçək əsas məsələ ümumi təhsil. Bayaq məktəbə qədər dedik, təhsilin ilk pilləsi idi, düzdürmü? Sadə əmək vərdişləri öyrədir. İndi baxaq görə ümumi təhsil nəyi öyrədir bizə? Ümumi təhsil, müəllimlər, adından məlum olduğum, elmlərin ümumi əsaslarından öyrənilməsidir. Bilik, bacarıq, vərdiş. Bax, mən sizə demişdim, ümumi təhsilin ana sözü bilik, bacarıq, vərdiş sözüdür ki, bunu öyrədir. Diqqətli olun, əmək fəaliyyətinə hazırlayır bu heç. Yəni, bilik, bacarıq, vərdişlərlə bir yerdə hazırlayır. Və buna diqqətli olmaq lazımdır. Və ümumi təhsil yenə də təhsil proqramı ilə keçir, onsuz ali təhsil olsun, peşə olsun, hamısı təhsil proqramı ilə keçir. Səviyyələri hansılardır? Məktəbə hazırlıq, ibtidai, ümumi orta və tam orta. Bu ümumi təhsilin səviyyələri. Dedik ki, ümumi təhsil nəyi təmin edir? Müəllim, dedik ki, elmi ümumi şəkildə öyrədir, bilik, bacarıq, vərdiş aşılır. Məktəbə qədər nə idi? Təhsilin ilk pilləsi erkən yaş dövründə sadə əmək bacarığı öyrədir. Sonra müəllimlər, dedik ki, ümumi təhsilin bir səviyyəsindən digər səviyyəsinə keçdi. Yəni, müvafiq icra hakimiyyəti orqanı öyrədir. Misal 5-ci sinifdən 6-cı sinifə, 9-cu sinifdən 10-cu sinifə hamısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Baxaq görək, ümumi təhsil harda keçirilə bilər? Ümumi təhsil məktəblərində, təmayüllü təhsil müəssisələrində, gimnaziyalarda, liseylərdə və ən əsas sözü gəlir. Burada onlar rahatdır. Ümumi təhsil müəllimlər kolleclərdə də keçirilir. Yəni orada da keçirilir və ali təhsil müəssisələrinin tabeliyindəki məktəblərdə belə keçirilə bilər. Çünki orta ixtisasda onsuzda bilirsiniz, 9-dan keçibsinizsə, yəni 10-11 onsuz da oxuyursunuz, adi qaydada oxuya bilərsiniz. Dedik ki, ümumi təhsil harda oldu? Peşə məktəblərində də ola bilər, orta kolleclərdə də, ali təhsilin yaradılan məktəblərdə də keçirilə bilər. Hətta məktəbə qədər də dedik. Məktəbə qədər harda ola bilər? Məktəbə qədər təhsil müəssisəsində, ümumi təhsilin müvafiq strukturunda və ailədə. Məktəbə qədər ali təhsildə keçirilə bilməz. Orta ixtisasda keçirilə bilməz. Bunu da diqqətli olmaq lazımdır. Və ümumi təhsil müəssisəsini başa vuran şəxslərə qızıl gümüş də verilir. Və ümumi təhsilin sonuncu səviyyəsi hansıdır? Tam orta təhsil səviyyəsi, bunu unutmaq olmaz. Və əmək fəaliyyətinə başlamağa da şərait yaradır. Və hətta biz bilirik ki, burada 9-11 siniflərdə fərqlənmə attestatı və hətta 11 sinifdə nümunəli attestat verilə bilər. İbtidai təhsil. İndi ümumi təhsilin səviyyələrinə keçirik müəllimlər. Ümumi təhsilin, baxın, səviyyələrindəyəm hal-hazırda. Baxaq ki, ümumi təhsilin səviyyələri hansıdır? Məktəbə hazırlıq, yəni onun haqqında adicə tədris planında keçəcəm sizə. İbtidai təhsil,
ümumi orta, tam orta. Diqqətli olun. Gəlin ibtidaiyə başlayaq. İbtidai bilirsiniz ki, oxu, yazı, hesablama bacarıqları, yəni ilkin bacarıqları öyrədir şagirdlərə. İlkin bacarıqları öyrədir. Diqqətli olun. 6 yaşdan 8 yaşına kimi götürülür və əgər dekabrın sonuna kimi uşağın 6 yaşı varsa və ya 8 yaşı varsa, o uşaq 1-ci sinifə götürülə bilər. Nə öyrətdi ibtidai səviyyədə? Oxu, yazı, hesablama bacarıqları, yəni ilkin bacarıqlar. Ümumi orta nə öyrədəcək? Nitq, yazı, ünsiyyət, müasir informasiya, kommunikasiya. Və dedik ki, ümumi təhsil məktəbləri ümumi orta təhsil səviyyəsində, diqqət olun, icbaridir, bunu unutmaq olmaz. 9-a kimi hamı oxumalıdır və bir dənə açar söz müəllimlər. Ümumi təhsil müəssisəsində birinci yaxınlıqda kim qalırsa onu qəbul edir ya. Xüsusi proqram əsasında keçən təhsil müəssisəsi, lisey, gimnaziyalar istisnadır. Əgər 9-cu sinifdə biz adi məktəbdə oxuyuruqsa, burada gedib misal üçün şəhərin başında olanı götürmək, məktəbimizə hansı şagird yaxındırsa onu götürəcəyik. İbtidai təhsil nə öyrətdi? Oxu, yazı, hesablama bacarığı, ümumi orta təhsil nə öyrətdi? Nitq, yazı, ünsiyyət bacarığını. Tam orta təhsil bu, diqqətli olursunuz müəllimlər. Tam orta təhsil artıq şagirdə istedad və qabiliyyət verir artıq. Şagird bir neçə xarici dillərdən birini danışır, biraz real olmadı, amma elədir, təəssüf ki, əslində olmalıdır, yəni. Bir neçə xarici dildə olmalıdır, istedad qabiliyyəti olmalıdır, rəqabət qabiliyyətli uşaq olmalıdır, tolerant uşaq olmalıdır. Yəni 11-ci sinifdə oxuyan uşaq bu bacarıqlara yiyələnməlidir, amma ümumi ortada onu tələb eləmir. Deyir ki, 5-dən 9-a kimi oxuyursansa, sən nitq, yazı, ünsiyyət, mədəniyyət öyrən. Diqqətli ol, məntiqi təfəkkür və inkişaf elə, informasiya kommunikasiyası, yəni bunlar sağlam həyat tərzi, hələ ki müəyyən şeylər öyrədir. Tam ortada deyir, yox, istedad qabiliyyətini artıq reallaşdır. Tolerant ol, misal üçün bir neçə xarici dildə danışmağı bacarmalısan. Sonra müəllimlər, bu da qəbula düşmüşdür. Tam orta təhsil ümumi təhsilin yeganə səviyyəsidir ki, ümumi təhsilin hər üç səviyyəsini əhatə edir. Yəni biz 11-ci sinifdə artıq bütün səviyyələri keçib gəlirik ya. Və təhsil proqramı tam mənimsənilməsini nəzərdə tutur. Yəni sonuncu səviyyədəyik. Tam mənimsəyir. Hər üç səviyyəni əhatə edir. Və tam orta təhsil onsuzdur, pulsuzdur, amma icbari deyil ha müəllimlər. Tam orta təhsil məcburi deyil. Pulsuz ola bilər, amma məcbur deyil və burada tam ortada müəllimlər diqqətli olun. Ümumi ortada yox ha. Tam ortada ödənişli dərslər də keçə bilərik. Dərsdən kənar məşğələ formasında keçə bilərik. Və bu da əmək fəaliyyətinə başlamağa şərait yaratır. Siz 11-i qutarıb hər hansı bir yerdə işləyə bilərsiniz. Sonra təmayüz siniflər. Təmayüz siniflər bilirik ki, ümumi təhsil müəssisələrində tam orta, yəni 10-cu 11 sinifə əhatə edir, ən az 15 nəfər olmalıdır və yenə əmək fəaliyyətinə başlamağa şərait yaradır və şagird əgər tədris ili ərzində şagird azalırsa, təmayüz siniflərdə bunun heç bir məhdudiyyət yaratmır. Bir daha tam orta. Bütün təhsil proqramı tam mənimsənilməsinə əhatə edir, pulsuz şəkildədir, amma icbari deyil, könüllüdür, ödənişli şəkildə həyata keçirilə bilər və əmək fəaliyyətini başlamağa şərait yaradır. Təmayüllər tam orta təhsildə olur, ümumi təhsilin ən az 15 nəfər olur. Əgər şagird sayı azalsa heç bir məhdudiyyət yaratmır və növbəti pillədə fəaliyyətə icazə verir. Oldu müəllimlər, çox sağ olun, diqqətinizə görə sağ olun.